Mən Bəhlul Məmmədov 1975-ci ildə Zərdab rayonunun Burunlu kəndində anadan olmuşam. Kənd məktəbində təhsil aldım, 93-cü ildə rayon komissarlığı tərəfindən hərbi xidmətə çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra Qarabağa yollandım. 702 saylı hərbi hissənin avtomatçısı olaraq Füzuli rayonunda torpaqlarımızın azadlığı uğrunda döyüşdüm. 93-cü ilin sonunda 94-cü ilin əvvəlində Füzuli rayonunda, o cümlədən aşağı Əbdürrəhmanlı kəndi istiqamətində ağır döyüşlər gedirdi. Ordumuz bir neçə kəndi düşmən işğalından azad etdi. İtkilərimiz də oldu. Yanvar ayında aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə mən də vətən yolunda, haqq yolunda şəhidlik zirvəsinə ucaldım. Hazırda Qarabağda, Füzuli də bizimdir. Odur ki, biz şəhidlərin ruhu bu torpaqlarda rahat gəzir.